Vətəndaş məmnunluğu Azərbaycan Respublikasının prezidentinin dövlət idarəçiliyində daim ön planda tutduğu əsas prinsiplərdən biridir. Dövlət başçısı dəfələrlə qeyd edib ki, məmurların əsas vəzifəsi xalqa xidmət etməkdir və hər bir dövlət qurumu öz fəaliyyətini vətəndaşların rifahına yönəltməlidir. Xalqa xidmət, vətəndaşların problemlərini zamanında öyrənib, onların həlli üçün müvafiq addımlar atmaq, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının da qarşıya qoyduğu əsas vəzifələrdəndir. İl boyu hər həftə yerlərdə keçirilən səyyar qəbullar da bu işlərdən biridir. Bu məqsədlə keçirilən daha bir səyyar qəbul isə Köyük kəndində baş tutub. Qəbulda hüquq mühafizə orqanlarının, aidiyyəti idarə müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər. Öncə icra başçısı Rafil Hüseynov çıxış edib. O, kənddə mövcud olan bir sıra problemlərdən, həmçinin ötən illərdə qaldırılan və artıq həllini tapmış olan məsələlərdən danışıb. Sonra sakinlərə söz verilib. Dövlətimizin həyata keçirdiyi işlərdən, ölkə başçısının uğurlu siyasətindən söz açan sakinlər tərəfindən qeyd olunub ki, ümumilikdə kənddə su, qaz, işıqla bağlı problemlər həll olunub, bir ədəd subarteziyan quyusu bərpa edilib, bələdiyyə tərəfindən kəndarası yollar düzəldilib. Bununla yanaşı kənddə bir neçə diqqətə çatdırılmalı məsələ var ki, onlardan biri kənd məktəbinin qazlaşdırılmasıdır. Həmçinin subarteziyan quyusu ilə aradakı böyük məsafə səbəbindən əkin sahəsini suvarmaqda çətinlik çəkən vətəndaşın da təklifləri dinlənilib. Hər bir məsələyə münasibət bildirilib, müvafiq addımların atılacağı qeyd olunub. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.